Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Biz bu günlərim aidiyyəti qurumlara siqnal göndərəcəyik. Ümid edək ki, bu siqnal çatacaq. Siqnal göndərmək bizdən, tədbir görmək isə aidiyyəti qurumlardan. Mən rejissorumuzdan xahiş edirəm, aidiyyəti qurumlara siqnal göndərsin. Mən ümid edirəm ki, bu siqnal aidiyyəti qurumlara çatmayacaq və ona görə rejissorumuzdan rica edirəm, siqnalı göndərəndə bir oradan Baqati siqnal göndərsin ki, aidiyyəti qurumlar bəlkə bu siqnalı eşitdi. Xahiş edirəm, oradan bir Kama siqnalı göndərin. Bəli, bax belə. Ümid edək ki, bu siqnal aidiyyəti qurumlara çatacaq, dəyərli izləyicilərimiz. Bir neçə gün əvvəl Goranboy rayon Qızılhacılı kəndində yerləşən bir saylı tam orta məktəbin direktoru çox hörmətli Məlahət xanımın səsi ilə bağlı bugün danışacağım. Bəli, düz eşidirsiniz. Həmin məktəb direktoru ki, bilmirəm, o məktəbdə özün xan hesab eləyir, yoxsa padişah, vəzir, vəkil, nə hesab eləyir? Bu haqda mən heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, dövlətin inzibati binasında oturaraq azyaşlı şagirdi, özdə dəyərli izləyicilərimiz, milli qəhrəmanın adını daşıyan bir şagirdi bu qədər istismar edərək onun şərəf və ləyaqətini alçaltmaq və eyni zamanda şagirdə bir neçə şəxslərin yanında şiddət göstərmək özü bir qanun pozuntusudur. Bu günlərin məktəb direktoru rahat bir şəkildə oturaraq dövlətin inzibati binasında, yəni məktəbdə şagirdi bu qədər istismar edir. Onu hətta mən deyərəm ki, ölüm həddinə qədər gətirib çıxarda bilər. Bu istismarın sonu budur. Bu günlərin məktəb direktoru uşağı bu qədər istismar edərək cəmiyyət içində, kollektiv içində bədənin göm-göy hala salan bir direktor haqqında niyə ölçü götürülmür? Nədir səbəb? Hörmətli Goranboy rayon aidiyyəti qurumları və eyni zamanda buradan Təhsil Nazirliyinə səslənirəm. Hörmətli Təhsil Nazirliyinin əməkdaşları, Təhsil Nazirliyimiz Emin Əmrullayev bayaq göndərdiyimiz siqnal, bilmirəm, indi gəlib sizə çatacaq, çatmayacaq, ondan artıq siqnal yoxdur da, yəni bunu nəzərə alın. Və eyni zamanda hüquq mühafizə orqanlarına səslənirəm. Bu günlərim məktəbin inzibati binasında oturaraq bir məktəb direktoru kollektiv içində şagirdi bu həddə gətirib çıxardırsa, onun haqqında niyə ölçü götürülmür? Hara baxırsan, hörmətli təhsil nazirimiz, siz görmürsünüzmü bu qədər siqnalları? Biz Qarabağ Regional Təhsil İdarəsi haqqında danışırıq, heç bir tədbir görülmür. Ağdam rayon təhsil sektoru haqqında danışırıq, heç bir tədbir görülmür. Sonra da deyirsiniz ki, bunların qəsdi qərəzliyi var. Mən şəxsən məktəb direktorunu tanımıram. Hörmətli rejissorumuza səslənirəm. Onu efirə təqdim etsin, baxaq görək bu məktəb direktoru orada özün nə hesab eləyir. Və rəylərə yazarsınız, mən bilmirəm buna nə ad qoyam, bəlkə siz ad qoyarsınız. Baxaq. Dəyərli izləyicilərimiz, bax bu səs nəzərinizə çatdırım ki, Goranboy rayon Qızılhacılı kənd bir saylı tam orta məktəbinin direktoru səsi idi və səsdə qeyd olunur ki, şagirdi görürsünüz nə cür
istismar edir və eyni zamanda nə cür şagirdə şiddət göstərir. Çox maraqlıdır. Buna kim icazə verib ki, şagirdə bu qədər istismar yaşadır, bu qədər şiddət göstərir. Çox maraqlıdır. Aidiyyatı qurumlar, sizə səslənirəm. Ümid edirəm ki, bayaq verdiyimiz siqnal sizə satacaq. Mən ümid edirəm ki, bu haqda ölçü götürüləcək. Azərbaycanın milli qəhrəmanı Şahlar Şükürovun eyni zamanda adını daşıyır həmin şagird. Mütləq qeyd edək. Ümid edək ki, aidiyyatı qurumlar bu haqda ölçü götürəcəklər. Allah'a əmanət olun, özünüzdən müğayət olun. Görüşənədək.